Sabah. Tapışqayla. Gəlin, xoş gəldiniz. Ay basketbolu çox xoşlanmırdım. McDonald's-a görə ancaq gedirdim basketbola vallahi. Novruz, bayramınız mübarek. Ender komanda yoldaşıdır, amma otaq yoldaşı zborlarda, ciboda. Deyirəm güclü uşaqdır. Xarici klub. Heç fikirləşmədən sırası kontraktı. Monaco. Monaco. Siz hardasınız? Mən 15 dəqiqədən sonra çıxmalıyam. Siz qalxarsınız burada çəkmək nəysə, yoxsa uca mən düşərəm orada şeydə çöldə yeyəm. Düşsün, qalxaq. Qalxaq, yaxşı. Dəmir alıyor. Hər kəs salam dostlar. Bu günləri Azərbaycanın ən aktiv və ən istedadlı basketbolçularından biri ilə 24 saat keçirdəcəyik. Deyə bildim axır ki. İndi evlərinin qabağındayıq. Görək qalxaq yuxarı yoxsa qalxmayaq. Özündən soruşaq bir dənə. Nömrəsini göstərmə də. Ay brat, nə tərsən? Söyüş-söymə videodasan. Hə, mənə bax, qalxaq yuxarı. Gəlin dostlar, aşağı gedirik. Kamran Məmmədovun səhər durmuş halı, baxın. Gəlin, xoş gəldiniz. Oy, gör necə qarşılayır bizi. Çək onu. Bəli, özüdür. Nətərsən bura? Sağ ol. Nə deyim, salam. Kamran Məmmədov. Özüdür. Millənin və Sabahın oyunçusu. Bugün Vüsal'la, Vüsal biz məni çəkəcək. Bütün gün mənlə olacaq. Siz də görərsiniz nə edirəm bütün gün. Məşq necə keçilir. Necə də özü işləyirəm, nə yeyirəm. Görərsiniz hər şeyi. Gedirik Krokusa. Krokusda 1 saat məşq eləyəcəyik, sonra gedirik əsas basketbol məşqə. Bildiyimə görə ən çox məşqdən keçirdi həftə. Hə. Həftədə ən azı 4-5 dəfə. Yox, trenajorla bir yerdə sayaqsa 7-də. Trenajorla bir yerdə 7-də məşq, həftədə bir dənə day off olur. Bu da day off-da hər şey eləyir. Belə səhər rutinin əsas səhər nələrə fikir versən? Axşam gecə yatırsan. Mən uşaq vaxtından başlayacağam. Mən basketbola necə gəlmişdim? Mənim mama basketbol oynayırdı Azərbaycan millidə. Sonra da mənə də basketbola aparıblar. Mən o vaxt Moskvada yaşayırdım. Orada başladım basketbola. Amma birinci belə 4-5 ay basketbolu çox xoşlanmırdım. McDonald's-a görə ancaq gedirdim basketbola vallahi. McDonald's sponsor McDonald's almışdılar. Mən də gedirdim məşqə. Ancaq belə də. O vaxtından başlamışdı belə rutində. Hər şey çatırdı. Mən dururdum saat 6-da, 7-də, gedirdim məşqə. Bizdə də belə deyim, elə bil idman məktəbi var idi də. Dərslər hər şey eləmişdilər. Məşq vaxtında olmasın. Biz səhər gedirdik saat 8-də. 10-a kimi məşq eləyirdik, sonra gedirdik dərsə. 5-6 dənə dərs var idi. Sonra da gedirdik yemək yeyirdik, sonra gedirdik məşqə. Belə də olurdu hər gün. Hər gün 2 dənə məşq orada qalan. O vaxtdan hər şey belə deyim çatıram da. Uşaqlıqdan disiplin ya. Çətinlik yoxdur. Nabarot belə deyim, məşq olmasa mənə çətinlikdir. Bilmirəm nə edeyim. Həmişə məşq lazımdır. Day off-da çalışıram ki, gedim trenajora, işləyim orada 1 saat 45 dəqiqə formada həmişə oldum. Sənin üçün də boş qalmaq çətindir. Çox çətindir. Həmişə istəyirik belə deyim də, uşaqlarla nəsə fikirləşir, bəlkə 2 dənə day off olsun, 3 dənə day off olsun. Amma bir dənə day off olanda bilmirik nə edəyik. O biraz pəncərə açaqdır. Heyecanlandı da. Səndə həm xarici, həm də yerli oyunçularla balans var da, münasibət cəhətdən. Məsəl üçün həm xarici oyunçularla yaxşı münasibətin var, həm də yerli oyunçular. Yerli oyunçular onsuz heç uşaqlıqdan bir yerdəsizlər. Amma xarici oyunçuların hamısı komandada səni sevir, xoşlayır. Yəni balansdasınız. Əsas da Klavskindən falan. Klavski çox danışan oyunçu deyil, amma onunla bayağı belə zarafatlar edirsiniz falan. Sonra millidə keçən il Dontağoğlu'la yaxşı münasibətin var idi. Van Beek'lə yaxşı münasibətin var və türklər demişkən kimyavız da tutuşur da oyunda. Həm zarafatlar edirsiniz oyundan əvvəl yerli oyunçularla da xarici oyunçularla. Yox, mən həmişə istəyirəm ki, komanda da belə deyim də. Amma mən istəyirəm ki, mən belə
elə bir körpü olum da. Hə, Bu elə də, tərəfə, elə bu sən də tərəfə. həqiqətən, hə. Bu team chemistry-ni qaldırır. Çox qaldırır. Komanda nastroyeniya çox yaxşı olur həmişə. Hə. Belə olanda da biz hamımız olmalıyıq. Onlar qıraqda, biz qıraqda yox. Belə komanda olmayacaq. Hamı bir yerdə olmalıdır. Mən də çalışıram həmişə belə eləyim də. Burdan bax yerlərlə biraz orada, biraz hamımız bir yerdə. Əsas nastroyeniya yaxşı olsun, pozitiv. Pozitivlə getsə, məncə bütün oyun belə gedəcək. Mən belə mənim fikrim belədir də. Həmişə pozitiv olmalısan. Fərq yoxdur da. Nəyisə səndə basketbol demirəm, qıraqda nəyisə olubsa, amma basketbola həmişə pozitiv olmalısan. Yerlinin yaxşı nastroyeniya olsa, oyun da yaxşı həmişə gedir. Xaricilər görürlər, yerlilər oynayırlar. Onlar da nəsə qalxır, onlar da belə oynayırlar. Fikrim belədir. Ona görə də həmişə belə özümü aparıram. Əla. Mən hamı burada izləyir. What's good, my boy? I'm on mic. I'm on mic. Yeah. Она с 7 числа. Dostlar, Enderlə bir günün gəlməsi üçün videoya 100 dənə like atırsınız. 100 dənə. Hə də YouTube-da 100 gəlmir ha. Çox gələr qardaşım. 200 gəlsə YouTube-da? hə. YouTube-da 100 çətindir. Yaxşı, okey. Ayaqqabılarınız orijinaldır yoxsa? Yox, sədərəkdən aldım. Salam alaikum. Novruz, bayramınız mübarek. Çox sağ ol səni. Warm-up eləyəcəyik. Sonra da əsas iş olacaq. Как дела, брат? Better videos for you. No. What's good? Hi, coach. Bu arada doğrudan ən çox məşqdə bunu eləyən sənsən, bir də Ender. Bir də bunu eləyib, eləyirsən elə bir ki, dərhal fokuslanırsan oyuna. Onun təsiri var. Yox, o prosta dizlər üçün. Dizlərim ağrıyır. Ona görə bu biraz mən hazırlaşıram da belə məşqə. Bəlkə əsas məşqi buraxım, gedim sauna, baseynə. Misalla. Ən əsas adamdır İbrahim. İbrahim denə də nəsə, salam denə. Abi, salam ya. Sabah çempion. Ooo! Neyinsən? Məşq eləyirəm. Desənə. Salam. Спасибо. Boy, Vlad, what's up, my boy? Yeah. What's up? How y'all doing, man? What's up? Yes, sir. Eləyəndən sonra bura damk vura bilsən. Milyon faiz. Əsmə. 4, yaxşı. 5, əla. Deyirəm güclü uşaqdır. Ya bunu izah edən 3 dənə söz, yəni bu xarakterini, yoxsa ümumiyyətlə insan kimi. Həqiqətən ürək açıq uşaqdır. Ürək açıq 1, düzdür, 2 dənə qalıb da. Şən, belə də, klon deyək. Məşqçinin sevimlisi. Smart, sometimes lazy, but good person. When I was lazy. Sometimes. When? Working. Kasıb deyirəm avtobusdan zad getmək. Çəkdi? Biri Grisha'dır. Biri Slatki'dir. Biri də məşhur bir dənə söz var. Hamı bilir bunu. Çənə. Öpürəm səni. Mən də onu qardaş kimi sayıram. Bax nə dedi. Gəldik məşqə. İndi basketbol məşq eləyəcəyik. Siz də hər şey görərsiniz. My boy. What's good? How are you feeling today? Better? All right. Пожалуйста. Посмотри сюда.
Не, там все чисто. Посмотри. А тебе что сказать? Да. Ой, ты прекрасный парень. Ой, мой брат. Спасибо. Как дела? Все нормально. Tamam, спокойно. Orbit. En sevdiğim direktör Azərbaycanda İlqar müəllimdir. Qarşılıqlıdır. En yaxşı GM Azərbaycanda. Instagram'a koyma. Не, наоборот это да. Это блог, да? Типа 24 часа со мной. şəkil. Sanırsan. Я просто Bana ajdahadır da. Davay, tamam. Sabah. İndi streç eləyirik. Yaxşı maç lazımdır. Davay, yaxşı məşq eləyək. Maç lazımdır, brat. Hey, go there. Belə çəkim paylaşım. Da. Karyeranda ən çox özündən fəxr elədiyin an hansı olub? Bu 4 il liqada mən belə deyim, ən maraqlı oyun idi mənim üçün. O olmuşdu keçən sezon Neftçi Sabah kubokda. Və finallarda çox maraqlı idi, amma kubok mənim üçün olmuşdu çox maraqlı. Uduzluqdan sonra özünü necə toparlayırsan? Birinci 2 saat, 3 saat çətin olur. Belə çox fikirləşirəm. Nə yaxşı eləyə bilərdim. Amma belə deyim, o 3 saatdan sonra uca keçir. Belə fikirləşirəm, okey. Gələn oyuna yaxşı olacaq. Ərcan yoxsa Sadəttin? Sadətdir. Sadəttin yoxsa Ulaş? Belə deyim, hamını çox istəyirəm. Heç kim məndən küsməsin. Amma Ulaş, Ulaş yoxsa Cibo? Cibo. Aba, qəşəng. Cibo yoxsa Eşar? Çətindir. Yox, Cibo. Cibo yoxsa Şirin? Oo. Cibo. Yaxşı. Cibo yoxsa Əkbər? Cibo. O, Cibo yoxsa Ender? Oo. Belə deyim, Ender komanda yoldaşıdır, amma otaq yoldaşı zvorlarda Cibo'da. Elləri çox görürəm hər gün də, Cibo'yu seçirəm. Cibo yoxsa Amil? Cibo yoxsa Amil? Amil. Yox, bir dənə də axırda deyim, bayaq dedim. Amil yoxsa Zavat Paşayev? Amil. Amil səni çox istəyirəm. Qırığa düşəcəm burada kommentdə. James yoxsa Kit? Ay. I love all of you guys. Kid. Kit yoxsa Justin Timberlake? KJ. KJ yoxsa JP. evet. KJ. KJ yoxsa Andrei? Andrei. Andrei yoxsa Klaus? Oo. Klaus. Klaus yoxsa Hasani? Klaus. G-Blade. Yes. Klaus. 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 Nelər demirəm, Tamam. mən nə seçmişəm deyim. Məşqdə mən heç kim məndən danışmayacaq Klausdan başqa. Lov yoxsa dolma? Dolma. Okay. Dolma yoxsa kebab? Dolma. Dolma yoxsa dişbərək?
Dolma. Dolma yoxsa pite? Dolma. Dolma yoxsa qutab? Qutab nə ilə? Qutab ət də var, görək. Yox, onu dedi də. Ümumiyyətlə də. Ha, ümumiyyətlə. Yox, dolma. Yaxşı, dolma, ən sevdiyim dolma. Hə. Ən sevdiyim dolma yarpaq dolması. Yarpaq dolması. Boş vaxtlarını necə keçirirsən? Əsas bu oyunlardır, filmdir, nə bilim. Mən çox seriallara baxıram, çox. Axırıncı 2 ay mən baxdım Game of Thrones təzədən yenə. Sonra bütün seriallar Game of Thrones-dan, bütün House of Dragon, Night of the Seven Kingdoms bütün baxdım. Belə çox xoşlayıram serialları. Belə çox oynamıram. Belə son vaxtlar çox oynamıram. Okay, ayda bəlkə 2-3 dəfə oynayıram kompüter. PlayStation ancaq yayda oynayıram. Çox vaxt gedir filmlərə, seriallara. Yaxşı, ən sevdiyim film. Serial. Mən demişdim Hustle orada. Yes. Amma o belə basketboldur da, basketbol üçün. Amma belə maraqlı ən Lord of Rings, sonra da Hobbit. Onları çox sevirəm. Yes. Onları çox baxmışdım. Belə 3-4 dəfə bütün filmlərə baxmışam. Xarici oyunçularla oyunda ya üçlü yatanda, ya oyun sonu görüşmələriniz var, hərəkətləriniz var. Onun xüsusi mənası var, danışırsınız, edirsiniz, onu planlayıb. Məsəl üçün keçən sezon belə idi. Yadımdadır. O qızıq eləyirdi bütün hamını. Onu mən baxmışdım NBA-dən də. NBA-də ən sevdiyim oyunçu James Harden'dır. James Harden belə eləyir. Mən də belə fikirləşirdim. Mən də onu eləyim. Amma bu sezon biz G Blacks'la biraz bizim handshake-imiz var. Sonra da üçlü atanda belə eləyirik. O da ancaq belə solaxa elə bilər. O da solaxa. Solaxaylar. Solaxaylar. Mən solaxayım, mən onu eləyirəm. Sonra o da solaxaydı, o da onu eləyir. Başqa heç kim eləmir. Basketboldan başqa hansı idman növü sevirsən? Tenis. O stolsu yoxsa belə? Yox. Böyük tenis. Bəs yaxşı basketbolçu olmasaydı? Basketbol bomb zat olardı. Narkoman. Dünya tarixi haqqında oxumaq falan. Belə bu maraqlıdır. Məncə nəsə o tərəfdə tarixdir. Tarixçi olardım. Məncə mən çox maraqlıdır mən həmişə. Mən də universitet qurtardım da. Məndə çox var idi belə dərs orada. Tarix üçün. Çox var idi. Ona görə də o maraqlı. Məncə nəsə o tərəfdə olardı. Bir də xaricdə də oynamısan da səfərəm. Amma olmuşdu 4-5 ay, yoxsa 6, bilmirəm, yadımda deyil. Çoxdan olmuşdu. 18 yaşında getmişdim Almaniyaya. Almaniyada bir dənə akademiya var idi. Orada oynamışdım. Sonra da yenə qayıtdım Moskvaya, CSKA-ya. NBA-yi qoyaq qırağa. NBA-dən başqa hansı klubdan təklif gəlsə, yəni xarici klub. Heç fikirləşmədən sırası kontraktı. Monaco. Monaco. O bir. Partizanda oynaya bilər. İstəyərdim. Azərkeşdə məhkəmə. Fanlara görə, atmosfer. Məncə Olympiakos yoxsa Panathinaikos, belə. O iki dənə komanda belə çox xoşlayıram, amma birinci yer Monacoda. Ən sevdiyim yer Bakıda, Bulvar. Hər gün məşqdən sonra gedirik restoran otururuq. Sonra funikulyora minirik, gedirik Dağüstü parka. Oradan da çay içirik. Belə basketbolçu yaşayış belədir. Parkingdə də Lamborghini var, uşaqlar, siz başa düşün. Bakı çox gözəldir. Moskvada qalmışdım 22 il. Son 3-4 il buradayım. Bakı daha çox sevirəm. Planladıq ki, videonu burada bitirək. Ümid edirəm ki, xoşunuza gəldi. Bir qısa eksperiment kimi yoxlayırıq. Təbii ki, bu həm basketbolçu olmaq istəyən gənc dostlarımız üçündür, həm də ki, yerli basketbolçuların yaşam tərzini, həyatını qısa da olsa insanlara çatdırmaq üçün idi. Xoşunuza gəldisə bəyənməyi unutmayın. Ümid edirəm kameranın da xoşuna gəldi.
Sonra İnşallah uğurlu olar hamı üçün. çox sağ olun uşaqlar. Gələn səfər inşallah vloqu Kamranla xaricdə. 100% ki.